Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevelli salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ve sallallahu aleyhi ve sellem ve salaten ve selamen daimeyn mutelazimin ila yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'una ve zidni ilmeh. Sonra şeyh gətirir ki, hədisi davam eləyərək, Abu Hureyradan rivayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir: Ənəhu qalə təsəmmə bi ismi və lə təqtənu bi kunyəti. Mənim deyir, ismi, adımı bir-birinizə qoyun. Yəni, Muhammed ismini Peyğəmbər s.ə.v deyir ki, birinizə qoya bilərsiniz. Birilərinizə, evlatlarınıza və s. Yəni, bunu qoymaq olar. Bu adı qoymaq olar. Lakin deyir, kunyəmi deyir, qoymayın. Kunyəmi bir-birinizə nədir? Qoymayın. Kunyəmə təxəllüs. Deyəcəm. Bir-birinizə nədir? Qoymayın. وَمَنْ رَآنِي فِي مَنَامِ فَقَدْ رَآنِي. Və kim deyir, məni yuxuda görübsə, bilsin ki, görmüş kimidir. Həqiqətən görmüş kimi yox, görübdür. Görmüş olur. Mənası əslən belədir. Görmüş olur. Ra'ani görmüş olur. فَإِنَّ الشَّيْطَانَ لَا يَتَمَثَّلُ فِي surəti. Şeytan heç vaxt mənim görünüşümdə, surətimdədir, gələ bilməz. Yuxuda Peyğəmbər sallallahu aleyhi ve sellem görünüşündə şeytan gələ bilməz. وَمَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأَ مَقْعَدَهُ مِنَ النَّارِ. Və kim deyir, mənim adımdan yalan danışarsa, onun olacağı yer və ya oturacağı yer nədir? Cəhənnəmdir. Və zahir ənə həzəl əmri ibahədir ləənnə qurni binnəhi fi qavli və lə təqtuni bi kunyəti. Və ilə innə Abdullah və Abdurrahman əfdalu min Muhammed. Yəni ənə tusammi bi Abdillahi və Abdurrahman əfdal. Ən tusammiyə bi Muhammed liqav Nəbi səlləm. Deyir ki, kunyə qoyulur Əbu Muhammed, məsələn, Muhammedin atası və yaxud da İbni Muhammed, Muhammedin oğlu. Bunlar kunyə sayılır. Atasının adından götürülür ya da evladır. Və kunyə ən böyük evladın adınla götürülür. Məsələn, evladın adı Omardırsa da, olur səndə Abu Omar. Yəni, Omarın atası. Ömərin atası. Və yaxud da ki, oğlunu götürürlər İbn Omar. Ömərin oğlu. Bunlar nədir? Kunyədir. Kunyədir buna. Kunyədir. Ləqəb isə hansı ki deyilir, məsələn, filankəs, məsələn, Şeyx Albani. Təxəllüs. Albaniyadan olduğuna görə ona təxəllüs olaraq və ləqəb olaraq deyilir və bəzilərinə görə ləqəb qoyulan deyir, biz sifət kimidir. Məsəl üçün, deyir ki, Zulyədeyn, uzun qol sahibi. Sahabələrdən biridir. Adı nədir? Zulyədeyn idi. Qol uzunuydu, ona Zulyədeyn deyirdilər. Uzun qol sahibi. Sifət olaraq artıq bu cür verir. Buna da deyirlər nə? Ləqəb. Ləqəb. Məsəl üçün, Uzun Həsən. Nədir? Ləqəbidir. Kunya bilirsiniz nədir? Atasının adı götürülür. Yəni, oğlunun, böyük uşağın adından götürülür. Əbu Muhammed. Məsələn, Muhammedin atası. Bu nədir? Kunyədir. Təxəllüs əsasən dövlətdən götürülür. Filankəs Qureyşlilər və s. və ilə təxəllüs. Ləqəb isə qoyulan bir sifət kimi olur. Məsələn, deyir ki, filankəs bizdə indi çox o qədər deyirlər ki, məsələn, belə deyənlər də var, İçəbaş filankəs və yaxud da ki, Xırdaboy filankəs. Bunlar hamısı nədir? Ləqəblərdir. Aydın oldu. Bunlar nədir? Fərqlidir. Kunyədən fərqlidir. Onun ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Əhabbul əsmə ilallahi Abdullahi və Abdurrahman. Allaha ən sevimli adlar Abdullah və Abdurrahmandır. Abdullah və
Abdurrahmandır. Allahın ən sevdiyi adlardır. Yəni bu adları qoyun. Abdullah ya da Abdurrahman. Və ona görə də və sahabələrin adları, peyğəmbərlərin adları bunları yəni qoymaq caizdir. Peyğəmbər sallallahu əleyhi və səlləm künyəsi nə olubdu? Əbul Qasim. Yadda saxlayın. Əbul Qasim. Qasimin atası. Qasimin atası. İndi burada alimlər gətirir ki, ixtilafdır. Niyə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi adımı qoyun amma künyəmi yox? Künyəmi yox. هل نهي عن جمع بينهما كأنه قال إذا سميتم باسم فلا تكتموا بكنيتي وإذا كنيتم بكنيتي فلا تسمى باسم. يعني يكون نهي عن جمع، يعني يكون النهي مطلقا، يعني النهي أن تكون بكنيتي مطلقا. وهل النهي في حياته أو في حياته بعد موته؟ Yəni, baxırsan ki, Peyğəmbər s.ə.v umumi deyir ki, mənim künyəmi qoymayan. Əgər künyə qoyulmursa da, demək, əgər kiməsə Qasim adı qoyursansa da, onda bir insanın bir uşağı varsa da o künyə götürə bilməz. Çünki Peyğəmbər s.ə.v evladının adı nə idi? Künyə olaraq nə götürmüşdü? O Qasim götürmüşdü. Bir oğlu da İbrahim idi, bilirsiniz yəni bunu. Qasim onda uşağa ad qoymaq olmaz ki, o künyanı nədir? Götürərik. Yəni, məsələ deyil, zahirən deyil, bu cür götürülür. Və bəzi alimlər gətirir ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə olduğu haldaydı. Yəni, həyatda olduğu halda. Həyatda olduğu haldaydı. Və ona görə dünyasını dəyişdikdən, yəni öldükdən sonra bu adı qoymaqda problem yoxdur. Çünki orada hamı Əbəl Qasim çağıranda hamı çönüb baxardı. Yəni ki, Peyğəmbər s.ə.v. Ona görə də o bəyənilməz idi ki, Peyğəmbər s.ə.v. künyəsini belə şeylər götürmək. Və ona görə Peyğəmbər s.ə.v. bunu neynədi? Dedi, qoymuyor. Yəni, mütləq olaraq zahirən götürəndə hədisi qadağa gəlir. Mütləq olaraq ki, nə həyatda olan vaxtı, nə dünyasında yaşayan vaxtı. Amma gətirirlər ki, orada əsasən qəsd olunan həyatda olduğu vaxtı idi. Yəni, alimlər arasında nədir? İxtilaf. İnnə nəhyə fi həyati. Yəni, deyir, onun deyir, həyatda olduğu halda qadağa idi. Əmmə bə'də məmədihi fələbəs. Lakin öldükdən sonra o adı qoymaqda problem yoxdur. وعلل ذلك بأن النبي صلى الله عليه وسلم نادى رجل آخر قال يا أبا القاسم فالتفت النبي صلى الله عليه وسلم فقال أعني ذلك قال ففي حياتي إذا كتنى أحد بكنيته نودي بهذا كنيتي فالتبس أما بعد موت فإن محظور ذلك. Bir gün deyir, biri deyir Əbəl Qasim deyib çağırır, Peyğəmbər s.ə.v də çönür deyir. Çönəndə amma o başqasını çağırır da. Onda deyir ki, bunu deyir, etmə. Yəni, bu adları nədir? Qoymuyor. Çünki deyir ki, mən də deyir, nədir, çağıranda qarışdırıram deyir. Çönüb baxıram. Yəni, deyir, bir növ biz sahabələr və bizlər fərqi yoxdur. Peyğəmbər s.ə.v necə çağırırıq? Allah Rasulü orada çağırdılar da. Ey Allahın Rasulü. Elə deyilmi? Sahabələr necə çağırdılar? Ey Allahın Rasulü. Məhəmməd deyib çağırmır da təbii ki. Ey Allahın Rasulü. Məsələ necədir? Ey Allahın Rasulü. Bu haqda məsələ. Təsəvvür edək ki, gedirsən, ey Qasimin atası, bər bax görüm. Nətər alınır? Həm olmaz, həm də artıq nədir? Bir ədəbdən deyil. Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, bunu neynəməyin? Qoymayın. Künyəni qoymayın. Və ona görə alimlər gətirir ki, dünyasını dəyişdikdən sonra o adı qoymaqda nədir? Problem yoxdur. O ki, qaldı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görmək, bu gəlifdir, səhih hədisdir. Çünki şeytan Peyğəmbər sallallahu aleyhi və səlləm surətində nədir? Girə bilməz. واشتهر عند عامة أن الإنسان إذا رأى والده أو أمه أو أحد من الأقارب في منام فإنه يجب أن يتصدق عنه في ذلك يوم. Kimsə deyir atasını, anasını və ya hansısa bir qohumunu
yuxuda gördükdə labuddur ki, onun neynəsin təsdiqləsin. Məsələn, birinin deyək ki, atasını yuxuda görür. Deyək ki, atam nətərdir? Nətər görür? Başlayır hamısını deməyə. Bunun doğru olduğu üçün deməlidir ki, qarşısındakı nədir? Hə, düz deyirsə, atam bu cür idi, təsdiqləsin. Elə deyilmi? Ona görə də deyir ki, vacibdir ki, deyir, bu nədir? Doğru olsun, təsdiqlənsin. Və qalə innəhu ləm yəti ileyhi fi mənəmi illə və huvə yestəcdid. ويسأله ويقول أعطنا ولكن هذا ليس بشيء ولا يجوز إثبات حكم من أحكام شرعية في منام إلا ما شهد فيه الشرع فما شهد به الشرع فإنه يثبت مثل قول الرسول صلى الله عليه وسلم للصحابة الذين رأوا ليلة القدر أرى أن رؤياكم قد تواطأ في 7 الأواخر فمن كان متحري فليتحرى fi 7 əvaxir. Məsələn, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmə sahabə dediyi kimi, hansı ki, axır 10 günün 7-ci günü məsələsini. Ki, ey Allahın Rasulü, mən 7-ci günü gördüm də, gecəni. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim axtarırsa, axırıncı 7-ci gecədə axtarsın. Hədisdə İbn Abbasdan rəvayət olunubdur bu da. Və sonra bir hədisdə çıxıb konkret deyəcəkdi həmən gecəni. Sadəcə Allah Subhanahu nədir? Unutturdu ona. Orada mübahisə oldu, orada unutturdu. Və deyir ki, axtarırsa axırıncı nədir? Gecədə axtarsın. Bir hədisdə nədir? Axırıncı 10 gündə axtarsın. Və bu məsələni sahabə yuxuda görmüşdür. Bu gələcəkdir bu məsələ. Geniş şəkildə Allahın izni ilə gələcəkdir inşallah. فهذا أقره الرسول صلى الله عليه وسلم وذلك لأن أحد رأى في منام حكما شرعيا يطابق حكما şər'i معروف في يقظته فلا بأس. Və kim deyir, şəriətə müxalif olmadığı halda yuxunu görərsə, şəriətə müxalif olmadığı halda yuxunu görərsə, onu danışmaqda eyib olan bir şey yoxdur. Danışa bilər. Və bir şey nəzərə çatdırmaq lazımdır ki, çatdırım ki, kim ki yuxuda olan bir şeyi danışarsa da nə vaxtsa həyata keçə bilir. Nə vaxtsa həyata keçə bilir. Ona görə də yuxunun 3 növü var. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Səhih, gözəl yuxularla danışmaq lazımdır. Danışırsan daha gözəldir. Misal üçün, deyək, Quran oxuysan, həccə gedirsən və yaxud da və və ilax da bu şeylər, xeyri yuxular danışmaq gözəldir. Bir var adi yuxular, sadə yuxular, əkin əksən, nə bilim, ağaçda meyvə yığsan və və ilə. Bir də var şeytani yuxular. Hətta gəlifdir ki, sahabələrdən biri ki, deyir ki, ola bilər bəzi alimlər hədisə zəif desin, amma ki, deyənlər var ki, bir sahabə başı, deyir ki, dedim, ey Allahın Rasulü, yuxuda gördüm ki, başımı öz ayağımda oynada gəlirəm, vura. Deyir, şeytanla oynadığını mənə danışsan, şeytanla oynadığını mənə danışsan. Yəni, bu cür pis yuxuları danışmaq nədir? Caiz deyil. Və caiz deyil və yaxud da olmaz. Və sonra şeyx gətirir ki, məsələni, burada məsələlərdən əsas biri odur ki, məsələn, biri deyir, uzaqdan deyir, uşağını çağırsa ki, ey Əbəl Qasim, baxsan ki, Allah Subhanahu taala nə deyir ayədə? Ya eyyuhellezine amanu la terfa'u asvatakum fawqa sawti nabi. Ey deyir, iman gətirənlər, səsinizi deyir, peyğəmbərin səsindən neynəməyin, üstün qaldırmayın. Və la tejharu lahu bil qawli kecahri ba'dukum li ba'd. Bir-birinizi çağırdığınız kimi onu elə çağırmayın. Yəni sən uşağını ey Əbəl Qasim çağıranda artıq onu çağırmış kimisən də. Yəni, bir-birinizi, evladınızı çağırdığınız kimi də onu çağırmayın. Yəni, Peyğəmbər s.ə.v. Əbəl Qasim deyib çağırmaq artıq nədir? Nəh olaraq gəldi. Qadağa olaraq gəldi. Libən ən təhbədə ə'məlukum və əntum lə təş'urun. Siz bilmədiyiniz halda öz əməllərinizi puç edərsiniz. Ona görə də nədir? Bu şeyləri danışmaq olmaz. Dərs böyük dərsdir. İnşallah ki, burada kifayətlənək. Allah subhanahu və teala bizə faydalanlardan etsin. Subhanaka Allahumma hamdik. Əşhədu en la ilahe illa ent. Estağfiruka və atubu ileyk.